Saatlı rayon mərkəzi xəstəxanasının gözətçisi işləyən Ülvi adlı şəxsin dələduzluq əməlləri üzə çıxıb 1999-cu il təvəllüdlü Ülvi Cinayət Məcəlləsinin 178.2.2 təkrar dələduzluq törətmək maddəsi ilə ittiham elan edilib. İttihama görə Ülvi Saatlı rayonunun Seyidlər kəndində yaşayan Şahbaza övladı Rusifin təcili tibbi yardım şöbəsinə sürücü kimi işə düzəldəcəyi barədə yalan vəd verib və 2024-cü ilin iyul ayında 2500 manat və həmin ilin oktyabr ayında isə 2500 manat olmaqla 5000 manat alıb. Bundan başqa o, Fəzail Həsənova arvadı Ədilənin kəsilmiş pensiya hüququnu bərpa etdirəcəyini barədə yalan vəd verib, bu işi görmək üçün zərər çəkəndən 1500 manat alaraq ələ keçirib. İş üzrə ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Şahbaz ilə təxminən 10 il əvvəl tanış olub. Şahbazın baldızı, əsl adı Həyat olan, lakin Bənövşə kimi tanıdığım şəxs mənim işlədiyim Saatlı rayon mərkəzi xəstəxanasında tibb bacısıdır. 2024-cü ilin iyul ayında Bənövşə mənə Şahbazın oğluna iş axtardığını dedi. Bu barədə eşidəndə işə düzəldə bildiyimi dedim və Rusifi Saatlı rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım şöbəsinin növbəti sürücüsü vəzifəsinə düzəldə biləcəyimi bildirdim. Bundan sonra Bənövşə deyilənləri Şahbaza dedi. Bu məsələ ilə bağlı Şahbaz mənimlə görüşdü və həmin iş məsələsini danışdı. Mən də Şahbaza Rusifin işini düzəldə biləcəyimi və bunun müəyyən xərcinin olduğunu dedim. Şahbaz xərci soruşduqda ilkin olaraq 2500 manat, işin düzəlməsinə bir həftə qalmış isə 2500 manat olmaqla ümumilikdə 5000 manat istədim. Şahbaz təxminən 3 gün sonra zəng edərək razı olduğunu dedi, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə 2024-cü ilin iyul ayının axırında saat 12 radələrində Saatlı şəhəri Həsən bəy Zərdabi küçəsində onunla görüşüb. Həmin vaxt bizim yanımızda heç kim olmayıb, Şahbazdan 2500 manat pulu əlbəl orada götürdüm. Rusifin işini 2 aya düzələcəyini dedim. Bundan başqa Rusifə şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsinin surətini də Şahbazdan götürdüm. Daha sonra həmin ilin oktyabr ayının ortalarında Şahbazla yenidən görüşdüm və işin yekunu üçün qalan 2500 manatı istədim. Saatlı rayon mərkəzi xəstəxanasının həyətində Şahbazla görüşdüm və ondan əlbəəl 2500 manatı da götürdüm. Həmin vaxt yanımızda tanımadığım bir nəfər şəxs olub, Rusifin işi düzəltməmişəm, Şahbazdan aldığım ümumilikdə 5000 manatı şəxsi ehtiyaclarım üçün xərcləmişəm. Pulum olmadığı üçün Şahbaza pulu tam şəkildə qaytara bilməmişəm. Sadəcə 1500 manat pulu qaytarmışam və qalan 3500 manat pulu da qaytaracağıma dair söz vermişəm, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, digər zərər çəkmiş Fəzaili tanıyır. 2024-cü ilin noyabr ayının ortalarında Fəzail zəng edərək kəsilmiş pensiyanı bərpa edə bilib-bilmədiyimi soruşub. Mən də cavabımda kəsilmiş pensiyanı bərpa edə biləcəyimi dedim. Fəzail arvadı Ədilənin ikinci qrup əlil olduğunu, uzun müddət pensiya aldığını, lakin son aylarda pensiyasının kəsildiyini dedi. Ədilənin pensiyasını bərpa etdirməyi istədi. Mən də həmişə iş üçün Fəzaildən 1500 manat istədim. Fəzail qarazlaşdı və danışdığımız gündən bir gün sonra onun oğlu Surət ilə gecə saat 23 radələrində Saatlı şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında görüşdüm. Həmin vaxt 1500 manatı Ədilə Həsənovanın şəxsiyyət vəsiqəsinin surətini və xəstəlik haqqında tibbi kağızlarını götürdüm. Həmin vaxt surətin yanında bir nəfər başqa şəxs də olub, lakin həmin şəxsi tanımamışam. Mənim yanımda isə heç kim olmayıb. Pulları götürdükdən sonra işi bir aya düzəldəcəyimi demişdim.
Daha sonra ədilənin işi düzəltməmişəm, həmin pulu da şəxsi ehtiyaclarım üçün xərcləmişəm deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu işə Saatlı rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Ülvi 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən təyin edilmiş cəza müddəti ərzində təqsirlənən şəxsin yaşayış yeriniz hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub, ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. Bundan əlavə ona cəza çəkmə müddətində yaşadığı Saatlı rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi qadağan olunub, onun üzərinə bu müddət ərzində müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. Qeyd edək ki, məhkum olunan şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. O, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib.